Sabahınız xeyir olsun, Həkim Sən verilişinə baxırsınız. Nəzərinizə çatdırın, verilişimizin sponsoru neyrocərrah Kərəm Bıxmazdır. Hal-hazırda Bakıdadır və neyrocərrahiyyə sahəsində müalicədə tətbiq etdiyi fərdi yanaşmaları, eyni zamanda yüksək xəstə məmnuniyyəti ilə 20 ildir fərq yaradan Kərəm Bıxmaz bitməyən ağrılarınıza son qoymaq üçün Bakıdadır. Bel və boyun yırtıqlarının əməliyyatsız müalicəsini Türkiyədə başladan qapalı mikrocərrahiyyə üzrə beynəlxalq təcrübəyə malik Bıxmazla yeni ilə ağrısız, daha keyfiyyətli həyata doğru addım atmaq üçün indidən yerinizi rezerv edə bilərsiniz. Doktor Bıxmaz 2025 Bakı proqramı və müraciətləri haqqında ətraflı məlumat əldə etmək istəyənlər varsa 055 515 33 77 nömrəsinə zəng edə bilər. Heç bir ağrı qalıcı deyil. Təşəkkürümü bildirmək istəyirəm. Və hal-hazırda studiyamızın həkim qonağı revmatoloq osteopat Əli Əlizadədir. Əli doktor, xoş gördük sizi. Studiyamıza xoş gəlmişsiniz. Siz də çox xoş gördük. Necəsiz? Sağ olun, Allah razı olsun. Struktur pozğunluqlarına çox toxunuruq, oynaqlarda olan degenerativ dəyişikliklərə də çox toxunuruq. Amma bugün həqiqətən də yeriməsində, hərəkətində ümumiyyətlə belə götürsək, məhdudiyyət yaşayan insanların say çoxluğu var. Xüsusilə də bu çanaq artrozu səbəbi ilə gələnlərdə. Nələri aşkarlayırsınız? Hansı məlumatları ötürmək istəyirsiniz? Bilirsiniz, ümumiyyətlə osteoartroz dediyimiz daha doğru adı osteoartritlər oynağın qığırdağının zədələnməsidir və qığırdağın hansı nahiyədə olmasından asılı olmayaraq zədələnməsinin müxtəlif nüansları, səbəbləri var. Çox müxtəlif səbəbləri var. Keçirilmiş infeksiyon xəstəlikdən sonra ola bilər, autoimmun xəstəlik nəticəsində ola bilər, travmatik ola bilər, yaşla əlaqədar ola bilər, keçirilmiş hormonal xəstəliklərdən sonra ola bilər, dərman qəbulundan hansısa uzun müddətli dərman qəbulundan sonra ola bilər, qığırdaq deformasiyası səbəbindən baş verən osteoartritlər və yaxud da başqa sözlə artrozlar var. Bir də var, nəyinsə nəticəsində, yəni birbaşa oynaq qığırdan zədələnməsi var, bilavasitə zədələnməyə səbəb olan xəstəliklər var. Bu bilavasitə zədələnməyə səbəb olan xəstəliklər, bəli, dediyim o infeksiyon xəstəliklərdir, yaşla əlaqədar, qəbul olunmuş dərmanlardan sonra ki, hansı ki zədələnməyə səbəb oldu. Bir də var ki, yaşla əlaqədar sadəcə olaraq sümük toxumasının zəifləməsi nəticəsində və yaxud da ki, onurğanın qamətin pozulması nəticəsində zədələnməyə, oynaq zədələnməsinə gətirib çıxaran hallar. Qamət problemlərinin, qamət pozğunluqlarının oynaq zədələnmələrinə gətirib çıxarmalarına bu son 5-10 ildə daha çox rast gəlinir. Və bu hal o qədər bir ənənə halını alıb ki, elə mənim oynağım ağrıyır, oynağıma hansısa prosedur olunsun, ağrım kəsilsin. Hətta gətirib əməliyyata qədər çıxaran hallar baş verir ki, xəstə gedir, cərrah əməliyyatı, endoprotez əməliyyatı olunur, dəxil yoxdur, bu diz oynağı olsun, bu çanaq oynağının əməliyyatı olsun. Əməliyyatdan sonra gəlir ki, doktor, əməliyyat da olundum, yenə ağrım kəsmir. Niyə kəsmir? Çünki ağrının səbəbkarı başqadır. Səbəbkar ilə orada qalıb. Yəni deyirsiniz, bu çanaq artrozu ağrı vermir? Yox, ağrı verir də. Həmin insanda ağrı verən artroz deyil. Yox, ağrı verən artroz da ağrı verir. Belə deyək, cümləni belə quraq. Çünki biri var ki, ağrıyan nahiyə, biri var o ağrıyana səbəb olan, onu ağrıdan səbəb. Məsələn, insanın qaməti əyridirsə, bu çanaq oynağı və yaxud diz oynağını əməliyyat eləsən belə, o ağrı orada qalacaq. Hələ ki, qaməti düzəlməyibsə. Çünki həmin nahiyədə vacib deyil ki, oynaq ağrısın. Ətraf əzələlərdə gərginlik dəyişməyib, yenə qalıb gərginlik. Hərəkət oxu dəyişməyib, əyri hərəkət oxu yenə hərəkət əyridir. Həmin nahiyədə yenə gərginlik var, yenə ağrı var. Çünki bu elə oynağı dəyişməklə iş bitmir. İşin sonraki etapı var. Çünki əgər bir nahiyədə hansısa problem varsa, qamət pozğunluğu verirsə, bu qamətin düzəldirmədən, ağırlıq mərkəzi düzəldirmədən hansısa qrup əzələlərdə gərginlik olacaq, ağrılar olacaq. Əslində yanlış anlaşılma var. Yəni əməliyyatın məqsədi düzdür. Son çarə olsa da hərəkət məhdudiyyətini aradan qaldırmaq və eyni zamanda oynaqların suyunu oynaqla əvəz edilməsidir. Yəni bugün əməliyyat olduğun əvvəlki kimi sağlam olacaqsan deyə bir anlayış yoxdur. Yəni sizin dediyiniz o gərginlik də yerində qalır, ağrını, artrozu yaradan səbəb də yerində qalır. Həm də bədəni də onu öyrəşdirmək lazımdır. Son çarə olsa da yenə deyirəm, yəni hansısa endoprotez yad cisimdir. Yad cisim qoyuldu oynağa, istəyir diz oynağı olsun, istəyir bu çanaq oynağı olsun. Bu çanaq oynağı dəyişdirildisə, sadəcə oynaq əvəzləndi. Hər şey düzəldi demək deyil. Bütün problemlər yerində qalıb.
digər problemləri həll edib bədəni ona uyğunlaşdırmaq lazımdır. Çünki yeni orqandır, oynaq dəyişib. O yeniliyə bədəni hazırlaşdırmaq, öyrətmək lazımdır. Çünki məsələn, əsasda yaşlı şəxslərdə əgər oynaq dəyişikliyi baş veribdirsə, illər boyu bütün əzəllər ağırlıq mərkəzini dəyişib sağlam tərəfə, burada sanki biraz blokad olunmuş vəziyyətdədir. Və yaxud da ki, uzun illər boyu bu çanaqda problem olmuş insanda ki, bu çanaq axıra qədər açılmır. Diz oynağında da artıq artroz formalaşıb, kontraktura var. Diz oynağı axıra qədər açıla bilmir. Yarım bükülü vəziyyətdədir. Məsəl üçün, rengenoloji olaraq baxırsan ki, orada bir problem yoxdur. Oynağı dəyişməyə ehtiyac yoxdur. Bu çanağı dəyişsən, məsələ düzəlməlidir. Amma bu çanağı dəyişdik, vəziyyət düzəlmədi. Niyə? Çünki diz oynağı axıra qədər açılmır. Kontraktura var. Burada vətərlər açılmalıdır ki, oynaq öz vəzifəsini, orqan öz vəzifəsini görə bilsin. Və yaxud da ki, burada kontraktura yoxdur. Bədən adət edib neçə illərdir ağırlıq mərkəzini dəyişib digər tərəfə. Sən bu oynağı dəyişirsən, amma ağırlıq mərkəzi geri qayıda bilmir, yenə yüklənmə digər tərəfdədir. Bəzən o sonradan ağrılar olan yüklənmə digər tərəfə keçəndə, digər tərəfdə ağrılar daha güclü olur, nəinki zədələnmiş, ilkin zədələnmiş nahiyədə. Çünki xəstədə bir nahiyədə ağrı varsa, insan axsamağa niyə axsayır insan? İnsan axsamağa o zaman başlayır ki, hansısa zədə var, ağrıdan qaçmaq üçün bədən ağırlıq mərkəzini dəyişir digər tərəfə. Və onu əməliyyat eləsən belə, sonra qaməti düzəldib, bədənə onu tanıtdırıb, ona o hərəkət, ona adaptasiya periyodunu keçmədən insan yerişini dəyişə bilmir bəzən. Əməliyyat olunub aylarla, biraz indi o yaşlı şəxslər olanda və yaxud da cavan şəxsdə də var. Biraz tənbəllik də olanda, xəstənin canında biraz tənbəllik də olanda bu biraz daha çətin olur. 3-5 gün sonra, bir həftə sonra xəstə əməliyyatdan sonra hərəkətə başlamalıdır. Bəzən görürsən 3 ayda, 5 ayda əməliyyat olunub, hələ normal gəzə bilmir. Burada artıq o əməliyyatın səbəbi deyil, başqa səbəb deyil. Ya digər nahiyələrdə problem o qədər güclüdür ki, xəstənin yeriməyə mane olur, ya da ki, xəstə elə tənbəllikdən yerimək istəmir. Həm də həmin ətrafın əzələləri də zəifləmiş olur axı. Artrozda elə artrozu ağırlaşdırmağa səbəb əsas məsələlərdən biri ətraf əzələlərin zəifləməsidir. Və bu çanaq düzdür. Bu çanaq nahiyəsində əzələlər çox inkişaf edib, əzələ qrupları çoxdur. Diz oynağında əzələ qrupları çox azdır. Və dizdə əzələ zəifliyinə məruz qalması daha tez-tez baş verir. Nəinki bu çanaqda. Amma buna baxmayaraq, bu çanağın da əgər əzələ zəifliyi nəticəsində yüklənmə artıbdırsa, onun bərpası da çətin olur. Çünki qrup əzələlərin hamısını gücləndirmək lazım olur. Burada biraz zaman çox keçir. Həm də bu çanaq oynağındakı artrozların bir spesifikliyi də var ki, bəzən rengenoloji olaraq bu çanaqda ağrı var, rengenoloji olaraq heç bir patologiya aşkar olunmur, ya da cüzi yaşla əlaqədar birinci dərəcəli artroz deformasiyası aşkarlana bilər. Orada hansısa osteofit formalaşa bilər. Amma xəstənin ağrısı çoxdur. Xəstə MRT müayinəsinə gedəndə görürsən ki, orada aseptik nekrotik ocaqlar formalaşıb. Baxmayaraq ki, bu sümünün başında, üstündə qığırdaq toxuması rengenoloji olaraq hansısa hündürlükdə hələ görünür, amma altda sümük toxuması zədələnib. Aseptik nekroz ocaqları var. Və yaxud da ki, böyük nekroz ocağı var. Böyük nekroz ocağında artıq problem daha böyüyür. Və yaxud da sümük daxili ödem var. Bu çanaq oynağında bu niyə daha çox tez-tez rast gəlinir? Çünki əsas keçirilmiş infeksiyon xəstəlikdən, revmatoid artritdən, hansı autoimmun xəstəlikdən sonra buna daha çox rast gəlinir. Bu sümünün başının qidalanması bu baş hissədən, buradan qidalanır. Kənardan qan dövranı, qan damarları sümük toxumasına daxil olmur. Zirvə nahiyəsində, yəni bu çanaq oynağı çanağın içərisində olduqda, çox üzr istəyirəm, bir göstərim bunu. Demək ki, əgər bu çanaq oynağı artrozu varsa, ayırt etmək lazımdır və müəyyən etmək lazımdır ki, hansı səbəbdən yaranıb. Burada həkimin qeyd elədiyi kimi birincili və ikincili səbəblər var. Siz indi düzdür, infeksiya və s. Biraz onu kobud surətdə birincili, ikinciyə böldüm. Əslində səbəb çoxdur. Çoxdur səbəb. Çoxdur. Sadəcə olaraq xəstələrə biraz onu ayırt eləmək də rahatlaşsın deyə. Çünki burada onun etiologiyasının hamısından danışsaq. Xəstə onu ayırt eləyə bilməz. Yox, yəni heç olmasa qrup bilsin ki, əgər travma alıb, çanaqda ağrı varsa və yaxud da ki, bəzən deyirlər ki, qidalanma ilə əlaqədardır. Qidalanma ilə əlaqədar olanda bir tərəfdə ağrı ola bilməz. Qidalanma hər ikisində yenidir də. Yəni, burada sən qəbul edin qida bir tərəfə gedir, digər tərəfdə olmur, belə bir şey olmur. Axı, bir xəstə vardı o günləri
müraciət edib ki, bəs ayağımda nəsə qıcolma tutmalar kimi olur. Bir nəfərdən soruşdum, dedi ki, maqnezium çatmır ona görə. Dedim, nə oldu, maqnezium bir ayağında çatır, bir ayağında çatmır. O necə olur ki, maqnezium çatmazlığından birində tutmalar olur, birində olmur. Yəni, mümkün deyil axı. İkisi olursa, əgər o səbəbdəndirsə, ikisində də olmamalıdır. Tək tərəflidirsə, burada bir problem var. Burada əgər insan hansısa səbəbdən zədələnmə, bu ligamentum caput femoris dediyimiz hissədən, buradan arteriya caput femorisə keçir. Həmin arteriya burada zədələnibsə içəridə, hansısa səbəbdən, dəxli yoxdur, hansısa səbəbdən, orada zədələnibsə, bu hissənin bütövlükdə qidalanması pozulur. Bəzən görürsən, rengenoloji olaraq normaldır, amma emeriti olaraq görürsən ki, artıq hətta bəzən ola bilir ki, cərrahi əməliyyata göstəriş olur. Hansı ki, deyir, doktor, bəs rengen eləmişdim, axı, mənim oynağım normal göstərmişdi. MRT-də nə göstərir ki, siz onu orada əməliyyata? sümük daxili ödem, sümük daxilində nekrotik toxumalar, nekrozlar, hansı ki, qığırdaqda deformasiya yoxdursa, rengenoloji olaraq görülməyə bilir. Böyük nekrotik ocaqlar görünür. Amma kiçik nekrotik ocaqlar çoxlu sayda varsa və yaxud da ki, təmas xəttinə düşən kiçik bir dənə ocaq da ağrını verməyə bəs edir. Bir neçə ocağın olmasına ehtiyac yoxdur. O sümük toxumasını içərdən zədələyir, içərdən dağıdır. Yəni çöldə qığırdaq, o qığırdaq təbəqəsi ki, rengində görünür, bəzən o alladıcı olur. Çünki altında möhkəm sümük toxuması yoxdur. Qığırdaq, istənilən qığırdağın, əgər altında möhkəm sümük toxuması yoxdursa, o qığırdaq öz fəaliyyətini daşıya bilmir. Yalancı qığırdaqdır. Sanki çox üzr istəyirəm, tamaşaçılar üçün aydın olsun deyə deyirəm. Məsələn, təsəvvür edin ki, hansısa bir zədələnmə var, üstünə qartmaq bağlayıb, qaysaq bağlayıb, gedir həkimə, həkim qoparanda altından irin çıxır. Üstündən amma normal görünürdü ki, xəstə elə bilir ki, sağalır. Amma həkim bilir ki, ətrafı qızarır. Biz dəfələrlə göstərmişik varsa, bəli, bu da eyni proses orada baş verir. Yalancı qığırdaq toxumu orada görünür, amma yalancı qığırdaqdır. Çünki onun altında, qığırdaq toxumasının altında möhkəm sümük toxuması yoxdursa, o hərəkətdə iştirak eləyə bilmir. Və orada da mütləq ağrı baş verir. Çünki orqanizm özü bilir orada nə baş verir və bədən özünü müdafiə eləmək üçün, zədəni artırmamaq üçün ağırlıq mərkəzini digər sağlam tərəfə dəyişir. Doktor, aydındır. Madəm ki, biz burada bölürük, bölgə aparırıq, birincili səbəb, ikincili səbəb, artıq çəki, genetik meyillik, infeksion xəstəlik, autoimmun xəstəlik və s. çoxdur səbəblər sizin də qeyd elədiyiniz kimi. Əgər bunu səbəb olaraq göstəririksə, niyə artıq çəkili insanlar gələndə onların müalicəsinə başlayırıq? Artıq çəki səbəbindən bu hal baş veribsə, bu artıq əzələnin zəifləməsi ucbatından baş verib. Burada artıq çəkidən çox, çünki insanın çəkisi bir gündə artmır. Yavaş-yavaş artır. Bütün orqanizm, əzəlilər, toxumalar o çəkiyə sanki adət edir. Onunla yaşamaq məcbur olur. Və desək ki, bütün kök adamlarda artroz baş verir. Xeyr, o qədər böyük çəkili insanlar var ki, bütün oynaqları sağlamdır. Niyə sağlamdır? Çünki çəkisi artdıqca əzələsini də ona uyğunlaşdırır. Bəzi insanlar o yeyib yatmaq prinsipi ilə yaşayır, oturaq həyat tərzi keçirir. Bizim bir dostumuz vardı, deyir, bir ağır çəkili insan haqqında söhbət edəndə, dedi ki, onun ən böyük gördüyü iş maşını da özü sürmür, şofer sürür, maşın yamaya düşəndə belə sirkələnmək olur. Yəni ondan ağır iş görmür. Yəni o dərəcədə hərəkətsiz insanın əgər əzələləri zəifləyibsə, burada o deməkdir ki, o artıq çəkinin hamısının ağırlıq mərkəzi düşür, ağırlığı düşür oynağın üzərinə. Bəli, burada onun əziyyəti də çox olur. Xəstəyə başa salınır ki, əgər bu artıq çəkinin öhdəsindən gəlməlisən, bu heç olmasa ayda bir 2 kiloqram, 3 kiloqram çəki atmalıdır. 2 kiloqramın üzərində çəkinin atılması birinci, ikinci ayda rahat olur, sonraki aylarda biraz çətinləşir. Amma 2 kiloqram da az çəki deyil. İnsan ayda 2 kiloqram stabil bu cür artıq çəkiyə malik olan insan. Stabil ayda 2 kiloqram çəki itirirsə, bu bir ildə 24 kiloqram deməkdir. 24 kiloqram çəki itirən insanın isə bütün əzələ qruplarını, vətərlərini, bağlarını toparlayıb artrozdan tamamilə ömürlük xilas olması mümkündür deməkdir. Yox, əgər insan arıqlamaq istəmir və ya arıqlaya bilmirsə, bu zaman biraz daha artıq əziyyət çəkməlidir. Çünki əzələləri bərkidib, ətraf əzələ toxumasını o qədər möhkəmləndirməlidir, gücləndirməlidir ki, oynağa düşən yükü azalda bilsin ki, o oynaq da sağala bilsin. Amma elə bir vəziyyətdə müalicənin effektini görməz? Bəli, axı bir məsələ bir şey var ki, o ağır çəkili insan endoprotezə də gedə bilmir axı. Çünki endoprotez nizamlanır 90 kiloqram üçün. 3-5 kiloqram aşağı yuxarı ola bilir olsun. Amma xəstənin məsəl üçün 120-130 kiloqram çəkisi varsa, oraya endoprotez əməliyyatı olması böyük riskdir.
mən xəstəyə də deyirəm ki, bəli, artıq birinci pilləkəndə sına bilər. İnsan hərəkət edən zaman bir ayağını götürüb digər ayağını qoyanda bütün ağırlıq o yerdəki ayağa, dayaq ayağa düşür. Bir oynaq bütün bədən ağırlığını bir anda olsa öz üzərinə götürmək məcburiyyətində qalır. Ona da görə düşünmək lazım deyil ki, 90 kiloqramdırsa, oynağa ağırlıq o qədər düşmür. Əslində o oynağın çəkisi götürmə qabiliyyəti daha yüksəkdir. Amma niyə 90 kiloqram yazırlar? Çünki 90 kiloqram o oynağın işi üçün daha optimaldır. Əslində o 100 kiloqramı da götürmək, 120 kiloqramı da götürmək qabiliyyətinə malikdir. Baxır, insan nə hərəkət edir? Hansı hərəkətləri eləyə bilir? Bir də ki, burada standartlardan da qaçmaq lazımdır. Hamıda standart eyni olmur. Çox təəssüf edirəm ki, bugün onu gətirmədim. Bir görüntü var idi. Anadan gəlmə bu çıxığı olan insan 60 yaşın üzərində, 63-65 yaşlarında endoprotez əməliyyatı olunub bir tərəfə. Hansı ki, uşaqlıqdan çanaq əyri olub, digər ətrafında, sağlam ətrafdakı bud sümüyündə deformasiya baş verib, bu sümük belə düz olmalıdır. Burada bir belə deformasiya, yarım dairə şəklində şəkil alıb. Yəni, bu uşaqlıqdan sümük əyilib, o vəziyyətə gəlib ki, insan xəstə tərəfi əyri olub, bu tərəfi də biraz yarım dairə forma alıb ki, müvazinəti qorumaq üçün. Bədən özü onu eləyir. Bəli, bu, nə deyirlər, bədənin vəziyyətdən çıxış yolu tapması. Bu yaşlaşandan sonra mümkün deyil, amma uşaqlıqdan olanda bu belə şeylər olur. Və 60-65 yaşından sonra insanı əməliyyat ediblər, oğlanları güya analarına jest ediblər ki, bəs istəmirik axsayasan, bundan səni xilas edək. Cərrahi əməliyyat olunub, cəmi 8-9 ay sonra xəstənin hər iki diz oynağında güclü ağrılar başlayıb. Niyə? Çünki bədəni tarazlıq vəziyyətindən çıxarıb. Digər oynağı bu çıxmış tarazlıq vəziyyətinə uyğunlaşdırmaq yaddan çıxıb. Xəstəyə düzdür, gimnastik hərəkətlər deyilib, cərrah tapşırıbdır ki, əzəlləri bərkitməlidir, hərəkətlər eləməlidir. Amma xanım da onları eləməyib, elə mən bu cür yeriməliyəm deyib. Səhv xəstədə oldu? Yox, 100% xəstədə olub səhv. Çünki əzələləri ona uyğunlaşdırıb, çanağı ona uyğunlaşdırmaq lazım idi. Əgər 60 il insan əyri çanaqla yaşayıbsa... Axı, siz deyirsiniz, bədən ona uyğunlaşdırıb özünü. 60 il bu insan rahat yaşayıbsa, 60 yaşın üzərində o problemlə həkimə müraciət edirsə, həkim də bunun displaziya səbəbi ilə olduğunu, əməliyyatın nə qədər, nə dərəcədə fayda verəcəyini deməlidir. Mənə xəstənin özünün dediyinə görə həkim onları xəbərdar eləyib. Yox, yəni ona görə də heç bir aralarında birincilik də olmuş. Həkim öncədən onları xəbərdar eləyib ki, burada çanaq hal-hazırda əyridir. Bir çanaqda əgər deformasiya varsa, bu çıxığı varsa, ən azı 3-4 santimetr bir ayaq digərindən qısadır deməkdir. Yəni çanaq əyilir, çanaq belə bir forma alır. Belə bir formada 60 ildən sonra onurğada da məlum məsələdir, kompensator əyilmə baş verir və 60 ildən sonra bura digər oynaq qoyulur, bu çanağı geri itələyirsə, onurğa düzələ bilmir. Onurğanı da ona uyğunlaşdırıb düzəltmək lazım idi və digər əzələ qruplarında elə uyğunlaşdırmaq lazım idi ki, o tarazlığı qorusun. Bilirsiniz, bayaqlar niyə deyirəm ki, artroz tarazlığın pozulması səbəbindən də əmələ gələ bilir. Hələ bu çıxığın demirəm, digər səbəblər. Sadəcə müvazinət aparatının pozulması səbəbindən artrozlar formalaşır və buna da son 5-10 ildə həqiqətən də demək olar ki, hər gün rast gəlirik. Niyə? Çünki insanlar düz oturmur, oturmalıdır oturaq qabarının üzərində. Sizinlə bir radio verilişimizdə də bu barədə danışdım, amma radioda onu göstərə bilmədik. İnsan oturmalıdır oturaq qabarının üzərində, belə, amma oturur oma sümüyünün üzərində. Bu vəziyyətdə onurğa belə bir vəziyyət alır. Normalda insan ayağa qalxarkən artıq oma sümüyü hərəkətə başlayır. Burada millimetrik hərəkətlər var. 5-6 ox üzrə... Doktor, onurğanın hərəkətsiz yeridir. Hansı hərəkətdən danışırıq? Yox. Oma bütün onurğanın hərəkətini regulə edir və özü də hərəkət edir. Hərəkət eləməsəydi, oma qalça oynağı bitişərdi. Burada 2 dənə böyük oynaq var, elvari. Hərəkətsiz bir dənə fəqərə var, 4-cü döş fəqərəsi. Ondan başqa hamısı hərəkət edir. Oma sümüyü də həmçinin. Oma sümük, buğumlar bir-birinin arasında yox ha. Oma sümüyünün özünün normal hərəkətliliyi var. Omanın bütövlükdə özü. Bexterev xəstəsində yeriş necə dəyişir? Niyə dəyişir? Robotik yeriş alınır. Çünki iliosakral oynaqlar bitişir. Oma sümüyü bütövlükdə millimetrik 8 vari hərəkəti var. İnsan hərəkəti yeriməyə başlayarkən, çünki burada
çanaq Orqanizm sümükləri. özü o hərəkət oxlarını tənzimləməlidir də. Bəli, tənzimləmək O da üçün bizim də oturuşumuza biz onu bağlı. oturanda fiksasiya eləməməliyik. Biz onu oturanda fiksasiya eləyiriksə, oma sümüyün üzərində otururuqsa, insan ayağa qalxanda həm belin lardozu düzləşir. Yəni normalda burada lardoz olmalıdır belə. Oma sümüyünün insan oturaq qabağının üzərində oturanda burada lardoz normal olur. Əgər oma sümüyünün üzərində oturmuşuqsa, bu zaman belin lardozu kifoza çevrilir, arxaya dombalır çıxır. Və kifoz halında da və yaxud da ki, lardoz tam düzləşibsə, oma hərəkətsiz qalır. Oma normal fleksiya, ekstenziya, yəni irəli-geri öz hərəkətini eləyə bilmirsə, bu həmin nahiyədə Bu bizi gələcəkdə nə kimi problemlə qarşı-qarşıya mütləq qoyar? ağırlıq mərkəzini dəyişir. Mütləq qaydada, əgər bir tərəfli fiksasiya baş veribsə, burada bir tərəfdə, hər iki tərəfdə baş veribsə, o qədər insanlar, hətta 8-10 yaşında, 15 yaşında uşaqlar görürsən ki, yeriyəndə robotik hərəkət edir, oma sümüyü yerimir. Yəni, bunu professionallar baxanda daha tez sezirlər, görürlər. Bunu ola bilər ki, valideyn görməsin. Amma o uşağın oturuşunu, mən uşağı müayinə eləyəndə valideynə göstərirəm ki, uşağınız evdə bu cür otururmu? Deyirlər, bəli. Bəzən təəccüb qalırlar ki, nə bildiniz? Deyirəm, çünki oma qalıb fiksasiya vəziyyətində, belin lardozu düzləşib. Bu, gələcəkdə həm onurğanın deformasiyasına, həm də aşağı ətrafların hansısa deformasiyasına səbəb olur. Çünki niyə? Artıq gənc yaşından ağırlıq mərkəzi dəyişib, uşağı düz uzadanda bir də görürsən, ayağın biri digərindən 1 sm fərq eləyir. O deməkdir, bu anatomik qısalıq deyil, fizioloji qısalıqdır, bərpa olunan qısalıqdır. Amma onu bərpa eləmədikdə gələcəkdə hansısa yaşdan sonra, hansısa bir idmanla məşğul olanlar, nədənsə sonra hansısa ya but çanaq oynağında, ya diz oynağında, ya topuq aşıq taban oynağında mütləq qaydada zədələnmələr baş verir. Zədələnməyə yol açan amillərdən biri də budur. Çünki ağırlıq mərkəzi dəyişib, müvazinət aparatı pozulub. Bu cür uşaqlar qaçarkən bəzən yaşlarından daha tez yıxılır, ilişir, o cür cəld hərəkətlər eləyə bilmir. Hansı ki, məsələn, aktiv hərəkətlər eləməlidir, eləyə bilmir. O aktivliyi göstərə bilmir. Doktor, indi hal-hazırda bizim bəhs elədiyimiz problemlərdə ən qlobal olaraq səbəb kimi nəyə göstərə bilərsiniz? Ən qlobal problem insanlarda əzələ aparatı, duruş, pozisiyalar, bunları bildik. Əzələ aparatının zəif olması. Səbəb nədir ona? Ümumilikdə. Oturaq həyat tərzi. Daha çox oturaq həyat tərzi. İrsi meylliliğimiz necə? İrsi meyillilik artıq onlar ikinci, üçüncü dərəcəyə keçir. Onu belə çıxır ki, yeyib yatmaqla, artıq çəki toplamaqla, üstəgəl irsi meyillilik. İrsi meyillilik də ona gələndə əzələ zəifliyi. Bəli, irsi meyillilik təkan faktorlardan biridir. Amma əzələ zəifliyi varsa, əzələlər o yükü götürə bilmirsə, uşaq 100 metr gedib, 200 metr gedib yorulursa, böyük adam da həmçinin 200 metrdən sonra oturmağa yer axtarırsa, o deməkdir ki, bu əzələlər bədəni düz saxlaya bilmir, yeridə bilmir, hərəkət etdirə bilmir. İndi biz deyirik ki, hərəkət məhdudiyyəti, hərəkət etməlidir ki, bu problemlər olmasın. Digər tərəfdən, indi bəzi insanlar da bu problemin olduğundan xəbərsizdir. Elə ha belə hərəkət et dediyimizdə də, elə bəhs etdiyimiz bu çanaq artrozlarında hərəkət doğru məsləhət deyil. Çox gözəl, həmişəki kimi gözəl nüans toxundunuz. Hərəkət deyəndə insanlar bəzən piyada yol yeriməyi nəzərdə tutur. Bu əsla belə deyil. Hərəkət elə oturaq həyat tərzi keçirən insan iş müddətində 2 saatdan bir, 3 saatdan bir ayağa durub 1-3-4 dəfə yerdə oturub durmaqla, bir bel əzəllərini, çanağı hərəkət etdirməklə belə öz bədənini, əzəllərini tonusda saxlaya bilərlər. Vacib deyil 5 kilometr yol getsin. Əslində artıq zədələnmə varsa, qığırdaqda zədələnmə varsa, piyada yol çox yürümək olmaz. Çünki əzələ o gücdə deyil, oynağa, qığırdaq və piyada yol yerimək əzəlləri qüvvətləndirən bir idman növü deyil. Bunun üçün spesifik hərəkətlər var. Əzələ qruplarını hansı qrup? Yan əzəllər, açıcı əzəllər zəifdir, bükücü əzəllər zəifdir. İnsan var ki, 5 kilometr, 10 kilometr hər gün yol gedir. Amma elə oynaqlarında deformasiya var. Deyirsən bir dəfə oturub dura bilmir. Çünki əzəllər o qədər getmir. Əzələrin funksionallığı da nəzərdə tutulmalıdır. Bəli, uzunluq vahidi, əzələnin elastiklik vahidi. Yəni artıq çəki varsa, deməli bu əzəliyə daha çox yük düşür. Əzəliyə də çox yük düşürsə, deməli əzələnin daha çox gəlir. Əgər sən arıqlamaq istəmirsənsə, onda əzələni o qədər qüvvətləndirməlisən ki, bura yük o qədər düşməsin. Əzələnin funksionallığı sadəcə hərəkətdə deyil ki, glikogen deposundan tut, onun
o qədər Hamısı ona təsir göstərir, bəli. Hələ hətta əzələrin tonusda... Bunlar da dəqiqələrə böləndə... Əzələrin tonusda qalması belə, məsələn, statik əzələ, onurğa əzələləri bütün günü onurğanın düz saxlaması statik əzələdir, artıq düz saxlamalıdırsa, digər əzələlərdə o qədər güc olmalıdır ki, səni belə saxlaya bilsin. Bu, dördbaşlı əzələ də statik əzələ deyil axı. Onun da bir gücü var, hərəkət trayektoriyası var, daha böyük trayektoriyada hərəkət etmək üçün yaradılıb və o da bu hərəkəti və onun üçün də bu əzələrin həm qidalanması, həm qəbul elədiyi qidaların, insanın qəbul elədiyi qidaların normativləri, göstəriciləri düzgün olmalıdır, o mineralların miqdarı və s. və həm də əzələnin o gücünü təmin edən faktorlardan biri insanın öz çəkisi altında lazım olan hərəkətlərdir. Adi dizin, oynağın bükülüb açılması, insanın oturub qalxması, bükücü və açıcı əzələlərin nə qədər hərəkətli olmasının bir nömrəli göstəricisidir. Əgər insan axıra qədər oturub qalxa bilmirsə, buna əzələsinin gücü çatmırsa, ya insana, məsəl üçün, adi, normal, şux yerişli bir insana deyəndə ki, otur, qalx görüm, oturarkən 90 dərəcədən artıq gedə bilmir. Niyə? Çünki əzələnin gücü artıq yıxılacağını bildiyi üçün eləyə bilmir. Və yaxud da ki, artıq o qədər illər eləməyibdir ki, əzələrin məsafəsi qısalıb, artıq gedə bilmir. Yəni, gedə də bilmirsə, o deməkdir ki, bu əzələ o gücdə deyil ki, sənin yükünü paylaşdırsın və düzgün regulə eləsin ki, oynağa yük düşməsin. Elə mənim artrozum var, mənim oynağıma bir dənə iynə vur, ağrım kəssin deməklə insanın oynağı sağalmır. Oynağın sağalmağı kompleks bir xəstəliklərin, problemlərin toplusudur ki, ortalığa bir deformasiya şəklində gəlib çıxır. Doktor, indi qoruma prinsiplərini sadala desəm, o qədər prinsiplər var ki, artıq çəkin olmasın, artıq yük daşıma, ondan sonra uzun-uzun ayaqda qalma. Əzələ gücünü artır. Fasiləli yeri, ortoped travmatoloqu nəzarətində ol. Eyni zamanda bəzi idman hərəkətləri var ki, onları yerində et və s. və ilaxıra. Amma özümüzdən asılı olmayan səbəblər də var. İrsiyyətdən tut, autoimmun xəstəliklər, yəni qəbul etdiyimiz dərmanlar və s. Dirsizi infeksiyalar, artrit və s. hamısı təsir göstərir. Nəticə etibarilə biz gəlirik həkimə bu çanaq oynağının artrozu problemi ilə və belə olan halda dərəcəsinə görə hər halda revmatoloq olaraq siz müdaxilələrinizi edirsiniz. Amma endoprotezə məsləhət varsa, mütləq travmatoloq, ortopedə bu da qaçılmazdır. Çünki ətraflarda bir vaxtından varsa, müraciət şiddətli ağrılar varsa, fizioterapiyanın və ya digər müalicənin hər hansı bir effektini görməyəcəksə xəstə. O zaman əli doktor məcbur şəkildə yönələcək digər həkim kolleqası. 100%. Səhər saatlarında dediniz, kontrakturalar əmələ gəlirsə, hərəkətində zəifləmə, əzələdə zəifləmə, eyni ilə ağrılar, qasıq nahiyəsinə vuran ağrılar meydana çıxırsa, mütləq şəkildə həkim müayinəsinə getsinlər. Mütləq. Əgər hərəkət zamanı ağrı baş verir, bir şeydə nüans, bəzən hərəkətə başlayın ki, biraz ağrıyır. Yeriməsi belə dəyişən insanlar var ki, onlar diqqət yetirməlidir. Yerimə dəyişən. Bəzən yeriməyə başlayan ki, biraz ağrıyır, sonra birazdan sonra keçirir. Deyirlər, heç nə olmaz. Heç nə olmaz deyil. Bu artıq artrozun başlanğıcının əlamətidir. Təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Bir daha nəzərinizə çatdırım. Studiyamızın həkim qonağı revmatoloq osteopat Əli Əlizadə idi. Qısa aradan sonra yenidən qarşınızdayıq.